Bir daha vaxtımız xeyir olsun əziz futbol azarkeşləri. İkinci setə yenidən bir yerdəyik. Xəzər Futbol Liqasında 8-ci sezon 8-1 və Polestar Delta oyununda hesab 2-1'dir. Polestar 2-1 hesabı ilə öndədir Delta önündə. Həsən Quliyevin açığı hesab Cavidan Eydullayevin qollə də fərq 2-yə yüksəlmişdi və Qadir Həsənli 10 metrlik zərbədən topu torlara yolladı. Fərqi minimum indirdi. Çox sürüşkən hesabda zənnimcə hər şey dəyişə bilər. Odur ki, ikinci maraqlı isə bizi gözləyir. Polestar üstünlüğünü artıracaq, fərqi artıracaq, yoxsa bir geri dönüş comeback mi? İzləyəcəyik. Eydullayev sanki daha hissəli başlayıb. Delta komandası ikinci hissəyə. Dədəcanov. Yanlış ötürmə. Fərux Rəhimov. Fərux sona qədər təqib etdi. Məhz adaşına Həsən Quliyev. Əlizadə. Samir. Bir qədər güzel ötürmə verməlidir. Həsən Quliyev. Şağan Mərdəkan. Həsən. Ara ötürməsi. Ozal Natiqə mani olmuşdu. Yanında Fərrux var. Onunla oynaya bilər. Həsəni seçsi. Həsən. Zərbə keçmir. Ozal topu meydandan çıxardı. Samir Əlizadə atdan topu oyuna daxil etdi. Həsən Quliyev. Elvin Eşimov. Cavidan. Qadir. Ötürmə. Fərrux. Fərrux zərbə. Elvin. Elvin Eşimov mövqeyini düzgün seçir. Keçid vermir birə-birdə. Ötürməsi imkana çatmadı. Ozal. Qadir bir qədər ayaq saxladı. İndi zərbə. Orada müdaxilə edən oyuncu Cavidan Eydullayevdir. Eydullayev Bəkirovun meydanı tərk etməsindən sonra həmçinin Bəhruz Əzizov ada meydanı tərk edib texniki zonadadır. Məhz Natiqi meydana daxil olmasından sonra Cavidan geriyə çəkilib. Hal-hazırda müdafiədə Fərruxla birgə rəqibə qarşı mübarizə aparır. Alqışlar isə Qadir Həsənli üçün gəlmişdi. Rəqib yerdə qaldı və fair play olaraq topu saxladı. Hesab bir daha xatırladıram 2-1'dir. Qadir Həsənli. Delta 1, Polestar 2. Narıncı formada meydanın sağ tərəfdə. Polestar göyaq formada. Sol tərəfdə isə məhz rəqib Delta komandasıdır. Fərruq Dədəcanov. Eydullayev. O da bugün fərqlənib. Yaxşı düşünmüşdü Diaqanlı ötürməyə. Amma bir qədər səliqə saldı və ötürmə üçün də komanda yolaşı ilə üzr istədi. Eydullayev, Qadir Həsənli orada mübarizə aparır. Qadir, cina dəyişdi. Əlizadə. Hər şey görürdü. Zeynal. Zabarov. Topu meydanda saxlamaq mümkün oldu. Mümkün oldu. Ozal Məmmədli. Samir Əlizadə. Natiq. Keçə bilmədi rəqibini. Ozal'ın müdaxiləsi var idi. Polestar öndədir, öndə. Bəlkə deyiləm ekranı bəyənək. Ekran bəyənək, paylaşaq, zəhmət olmasa. Amma bir qədər dəstək olaq. 200 nəfərdən 80 nəfərə düşmüşük. Burada hədəfləri də yenidən sabitləyim. Yəni artıra bilərsiniz. Samir Əlizadə. Eydullayev. Hacıya minnətdaram. Tural bəy, çox sağ olun. Murad Nəzərli. Fərruq Dədəcanov. Fərruq.
Natiq ötürmək istəyirdi, qarşısında Zeynal var. Natiq çöndü, zərbə indirdi. Murad təkrar zərbə və qol! Samir Əlizadə təkrar zərbədə fərqlənir. Natiq zərbəsində Murad dəf etməyi bacardı. Samir təkrar zərbədə topu torlara yolladı və artıq bizim yerli futbolcularımızın bir ənənə alına gətirdiyi sevinclə o da bu. İndi bu arada Fərrux yaxşı ram etdi. Daha sonra zərbə indirdi və rəqibin çox sevməsinə imkan vermir. 3-2. Samir Əlizadə Fərrux isə topu torlara yolladı və fərqi yeniden minimuma indirdi. 3-2. Sarı vərəqəm. Fərrux Dədəcanov. Elə bir anlam yoxdur. Çobod oynamışdı. Köndöy davrandı. Azal. Ara ötürməsi keçmir Həsən. Bir ara ötürməsi Bəkirov. Azal mane olur ona. İncat Bəkirov. Şu da zərbə indirmişdi Murad. Keçid vermir rəqibinə Eydullayevin. Daha bir zərbə cəhdə alınmır. Fəqan sən çoxlu salamlar var. Həsən Quliyev. Bir ara ötürməsi Samirə Toğrab. Saxladı ama rəqib üçün. Samir. Nasıl qaydanı pozub? Futbol oyunu varsa qayda pozulacaq. Qoy. Dədəcanov. Götürmək keçmədi. Bəkirov. Eydulayev Həsənə doğru bir qədər sürətli bir ötürməkdir. Bir də xatırladım, Polesarın 3-2'li üstünlüyü var qarşılaşmada rəqib Delta önündə. Samir. Toxunuş var idi. Zeynalın zərbəsi zamanı köşdən zərbə. Cəlal Xəlilov, Elvin Əşimov. İmkan vermir Həsən Quliyevlə. Yeni bir şans, yeni bir cəhd ola bilər. Zeynal sona qədər təqib edir. Bəroz Əzizov. Bəkirov. Murat keçid vermir. Nicat, Həsən Quliyev. Həsən yerdə qaldı. Nizami Qasımov. Qaydanı pozub. Bərəqəyə də deyəsəm. Bəli, Nizami sarı vərəqə görür. Təhlükəli bir nöqtədən cərimə zərbəsi standart vəziyyət. Üç nəfərdən ibarət canlı set var. Çox təhlükəli bir nöqtədir. Nicat Bəkirov və Eydullayev topun arxasında. Nicat! Direyə tuş gəldi. Təkrar zərbə Sənguliyevdən Murad! Nəyi çıxardı? Nəyi dəf etdi?
Elvin Eşimov, Samir Əlizadə, təzyiq var, Zeynal, top ələ keçirməyi bacardı, Delta. Bərabərlik qolunu axtarır, Bəruz Əzizov, Cavidan. Nizami zərbənin qarşısını kəsmir, Həsən Quliyev, Cavidan önünü almağı bacardı, sol ayaqla. Qapı tiri. Həmçinin yanında komanda yoldaşı da var idi. Zərbə indirmək seçir. Neysə pis alınmamışdı sözün açıqlanın zərbəsi, amma qapı itirib. Cəlal, Fərox, qapı qarşısına paralel ötürmə, Nizami bir qədər gözlədi. Və top itkisi ilə də nəticələnir. Sən gözlətmədən zərbə indirmişdi. Murad yaxşı reaksiya verir. Yox, Murad, yoxam. Ozal! Tehlikəli idi. Şağan, Mərdəkan. Hesab 3-2. Fərqi minimumdadır. Dəyişən bir şey yox. Top bitkisi, Fərrux! Fərrux geridə müdaxilə, Bəruz Əsisov qaydanı pozub və rəqəb. Tabi sarı və rəqəb. Səfər Bəruz Əsisov vərəqə görən oyuncudur. Bir də xatırladıram, hesab 3-2-dir. Polesar 3, Delta 2. Fərrux əvəzlənir. Texniki zonda bir qədər istirahət etsin. Daha sonra yenidən o meydanda görə bilər. Çünki düşünürəm ki, zədəsi ağır olmadı. Vəliyev Toğrul onun əvəzinə yenidən meydandadır. İndi bir duran top şansı Qadir Həsənli və Elvin Əşimov. 2 nəfərdən ibarət canlı səhv var. İkilinin arasında Ozal zərbə keçmir. Köşdən zərbə. Həsən Quliyev. Ozal qarşıladı. Bugün Deltan heyətində komandanın qol maşını, qol silahı Mikail məsədə yoxdur. Buna rəğmən hələ ki, yaxşı mübarizə aparırlar. Necə ki, ilk hissədə Savalan Abbasov üçün bu vurğunu etmişdim Polesarın heyətində. Məhz Mikail də qeyd etməsəm, zənimcə olmaz. Həsən Eydullayev. Qadir'in təzyiq var idi. Bekirov aldatı rəqibini. Nicat Bekirov. Kapitan. Fərqi 2 yüksəldir. 4-2. Polesar 4. Delta 2. Həmçinin bəlim. Yaxın Çələbiyev edim. Qeyd etmək olar Polesarın heyətində. Zeynal. Qapı qarşını ötürməksə Cəlal. Təhlükəli idi top. Çöldə yantorlar sirkələdə çərçivəyə düşmək mümkün olmur. Həsən Quliyev. Bir ara ötürməsi isə yenə mükəmməldir, yenə möhtəşəmdir və Nicat Bekirov. Tamamlaması olmaz, ardarda gəlir qollar. Həsən Quliyevin möhtəşəm ara ötürməsi Bekirov kapitan dubl edir fərqi bir qədər də artırır.
5-2. Zeynal. Aldadıcı cəhətlər. Zeynal itirmədi. Cəlal. Ötürmə. Qadir gözləmirdi bu ötürməni. Zeynal. Köşkdən zərbə. Bir dəqiq yerinə yetirdilər və qapıdan zərbə. Arada ekran beğenək. Beğeni paylaşaq. Yeni ara ötürməsi möhtəşəmdir. Əlizadə Bekirov bu səfər alınmır. Arada möhtəşəm bir ara ötürməsi. Gözəl bir pas varsa, belə desək, gözü bağlı bunun Həsən olduğunu deyə bilərəm. Həsən Quliyev. Baqa danışın arxada, doğru. Danışın qardaşım. Bu arada Polesarın heyətində əvəz etmə dəyişikliyi baş tutub. Anar Qarayev, komandanın sabiq üzvü. Bu arada daha bir gol gəlir. Polesar adına arda qollar izləyirik. 6-2. Polesar deyəsən. Qarşılaşmanın taleyini elə ilk oyundan əldə etmək istəyir. Fərq artıq 4-ə yüksəlib. Qadir. Anar sona qədər təqib edir. Müdafiədə yaxşı oynadı Anar Qarayev. O da oyuna sürətli qatıldı. Bekirov qapısı ilə 1-1'dir Bekirov. Elə bir şans heç boşa verərmi? 7-2. Və time-out Delta adına. Yeni gələnlər, xoş gəlmişsiniz. Ekran bəyəni paylaşanlar sağ olun, var olun. Buyurun, fasilə yaramışkən, nəsə sualınız varsa yazın, mən də cavablandırım. Aycan, necə səndə var, nə yox? Yaxşı olasın. İndi qoy vuracaq. Qəşəng seyir. 7-2. Fəqan. Ay Fəqan. Fəqan. Edit üçün futbolçu adı, de görüm. Kimi? Edit üçün futbolçu adı. Hücumçu? Futbolçu fərqi yoxdur. Messi. Davay, gedin hazırlayın. Anar, Natiqin soyadı Məmmədovdur. Ay Anar. Natiqin soyadı nə idi? Suraxanda gəlmirsiniz. Gəlirik, həftənin 2 gün orada oluruq. 2-3 gün də burada oluruq. Messi dedim, edin geçsin. Fəqan Kərimov. Dedim. Yox, mən deyiləm. Et, bəli, Messini editin edin. Bura Şağan Mərdəkəm. Nicat Bəkirovla Polesar adına daha bir cəhət. Bu səfər alınmır. Hesab 7-2'dir, bir daha xatırladıram. Polesar 7-2 hesabı önündədir, Delta önündə. Qadir, Anarın ayaqlar arasından atdı ama Anar gövdəsi ilə onun qarşısını kəsir. Daha bir vərəqə mi? Bəli, Anar Qarayev, sarı vərəqə. Şağan Mərdəkan. Zeynal Cabbarov. Topun arxasında Messi zərbəni o yerinə yetirəcək. Zərbə və əsasən dəvərində 3 komanda yoldaşı var. Zeynal, bu ötürmədir. Həsən keçid vermir. Bekirov. Kapitanla yeni bir əmlə. Həsənlə oynadı. Həsən Quliyev bir qədər ayaq saxladı.
Amma topu da meydanda saxlaya bilmir. Zeynal. Qadir. Fərrux. Ozal ötürmək istəyir. Məsonla oynadı. Həmçinin Bəhruz Əzizovun müdaxiləsi var idi. Ozal. Qadir. Çevirə bilmədi. Bəkirov. Ozal Məmmədli. Tahir. Zərbə Elfin. Tahir müqavimətini itirdi. Bununla birgə topu da itirir. Zeynalın zərbəsi çox pisri. Özündən narazıdır və komanda yoldaşlarından üzr istəyir bu zərbə üçün. Bəhruz Əzizov. Türmə ünvanına çatmır. Fərrux qarşıladı. Topla. Tahirdir. Tahir Məmmədli. Həsən aldatma bacardı. Fərrux. Yenidən Tahir. Tamamlaya biləcəklərmi? Son anda müdafiə. Məsələ Anar Qarayev orada. Yaxşı oynayır. Qapçını sığortalayır bu epizod üçün. Qaptan zərbə. Elvin Əşimov. Anarla oynadı. Anar. Ruslan Edetin çox sağ ol. Anar. Qəşə. Tahir Məmmədli Fərrux. Ozal. Qadir Əsəliyin için ata. Son müdaxilə Bəhruz Əzizovdan. Qadir. Ozal. Ötürmək keçmir. Həsən Quliyev. Rəqib də gerdən gəlirdi. Bəkirova doğru. Yenidən bir möhtəşəm ötürə. Bəkirov. Gol. Bəkirov. Yenə məhz bu ikilini biz izlədik. Həsənin ötürməsi və Bəkirovun bitiriciliyi. 8-2 oldu artıq. Böyük hesablı qələbəyə yaxınlaşır. Addımlayır Polestar kollektivi. Boynu çox çətin olacaq. Ən azından bu qarşılaşmada fərqi bir qədər azaltmalıdır Delta. Şansını qorumaq istəyirsə Cəlal. Qayda pozulubmu? Refer davam etmələrini istədi. İndi Zeynal. Fərrux. Cəlal. Topa idi müdaxiləti. Refer işarə edirdi. Natiq. Zərbə. Geçmədi. Bəkirov. Yenidən Natiq. Güclə zərbə. Cəlal yerdə qalıb. Əfəqan Kərimovun hərəkəti. Ayağa qalx. Heç bir qayda pozuntusu yoxdur. Ona nəzərliyim. Cəlal. Ara ötürməsi. Tahir Məmmədli son müdaxilə Bəhruzdan. Cəlal. Fərrux yaxşı ötürmələr izlədik. Tahir ön ala bilmir. Son müdaxilə Polestar müdafiəçilərindən. Gücdən zərbə. Tahir ötürmə. Qadir yox. O zərbə çox pisdir. Çox. Elfin uzun ötürmə istəyi. Atik çata bilmir Murad. Tahir Məmmədli. Bəkirov qaydanı pozub, onun pasifində sarı vərəqə də var. Ehtiyatlı olmalıdır. Düşünəm ki, daha bir qayda pozusu da hakim onu əfv etməyəcək. Cəlal. Zeynal. Son müdaxilə Anardan. Bir ötürmə istəyi Cəlal. Rəqiblərini aldatdığı kimi komanda yoldaşını da aldadır. Elə bu epizodla da bu cəhətlə də referi qarşılaşmanı bitirir. Maraqlı mübarizə izlədik.
8-1-in ilk oyununda Polestar 8-2 hesabı ilə Deltanı məğlub edir. Cavab oyunu maraqlı olacaq. Odur ki, hər iki komandaya uğurlar arzu edirik. Növbəti oyunlarda görüşmək diləyilə. Sağ olun, salamat qalın.